Hər vaxt xeyir, bu mayın 13-ü nələr baş verir beynəlxalq maliyyə birjasında? Təbii ki, dünən gündəndə olan qızıldır. Neft, bitcoin və euro dollar, funt dollar bildiyiniz kimi bunlar qeybdən aşağıdan açıldılar və sürətlə aşağı doğru istiqamətlə inanılmaz bir nəticə göstərdilər, sürətlə aşağı doğru. Yəni endilər. Bu birbaşa Çinlə Amerikanın və İngiltərənin yəni razılaşmasından sonra qızıl sürətlə aşağı doğru istiqamətlə davam etdirdi. Eləcə də deyək ki, bu funta da təsir göstərir, dollar möhkəmləndi. Təbii ki, eyni zamanda neftin qalxması da, yəni Hindistanla Pakistan arasında müharibələrdə videonun ardına YouTube kanalında baxa bilərsiniz. Yəni Qafar İmamverdi yazın və YouTube kanalında ətraflı baxa bilərsiniz. Yəni keçək bugün nələr baş verəcək? Yəni bildiyiniz kimi dünən funtun dollar rəqabətinə qeyblə açıldı və demək olar ki, qeyblə bağladı. Tamam oldu. Bugün gündəlik missiya 1261 pipsdə, amma dünən 1600 pips aşağı doğru istiqamətə davam inanılmaz bir deyək ki, hərəkət idi. Bugün 16:32 xəbərlər bunu yuxarı qaldıracaqmı, qaldırmayacaqmı sualı gəldiysə, təbii ki, alış əməliyyatları 1.32 yüzlərdən sonra biz bu əməliyyatdan fikirləşə bilərik və yuxarı doğru hədəflərinə qədər yəni çata bilər. Təbii ki, 4 saatlı zaman itibarı trend xəttinə diqqət etmək lazımdır və satış əməliyyatları 1.31700'lərdir. Yəni keçək biz euro-dollar rəqabətinə, euro-dollar rəqabəti də qeybdən açıldı və funtdan fərqli olaraq, yəni az qeybin bağlamına az qalmış, yəni qayıtdı, demək olar ki, qeybi bağladı. Və gündəliyimiz isə 1171 pips, dünən 1800 pips, hətta 200 pips funtdan daha çox hərəkət elədi. Və bugün 1.11 300'lərdən alışlar haqqında düşünməyə dəyər, 1.10 800'lərdən isə satışlar haqqında düşünməyə dəyər. Keçək biz qızıla. Qızıl kimi qalxan qızıl dünən nə etdi? Yəni dünən nə çox nə az qeybdən aşağı biz hesablasaq $117 dəyər itirdi. Bugün gündəliyimiz isə 94 pipsdir. Yəni bugün qeybi bağlayacaqmı, bağlamayacaqmı sualı gəldiysə, yəni bizim Magic platformamızda kiçik bir piramida var və piramidanın yuxarısına qədər eni oradan çıxsa təbii ki, qeybi bağlayacaq. Digər deyək ki, məsələləri gəldikdə isə yəni yuxarıdakı hədəflər nəzər çatdıraq ki, yəni 32.78, yəni 3278-dir, ondan sonraki 3322'lərdir. Biz alış əməliyyatlarına gəldikdə isə qızılda, biz alış əməliyyatlarına Telegram VIP kanalında və Qonaqol Telegram kanalında biz alış əməliyyatlarına səhər saatlarına artıq dedik və hədəfləri də müəyyən etdik. Yəni sellər isə satış əməliyyatları günün ikinci yarısından sonra düşünməyə dəyər. Hələ ki yuxarı doğru istiqamətdən, yəni bugün də bağlaya bilməsə, sabah qeybi bağlamaq ehtimalı var. Keçək biz neftə. Neft təbii ki dünən tələbatlar olduğu üçün, yəni yuxarı doğru istiqamət davam etdirdi. Future spotlar, yəni crude oil 61 onlara qədər, future spotlar isə 66-90, demək ki 67'lərə qədər qalxdı. Müharibələr davam etsə, təbii ki, yenidən qalxmağa doğru istiqamət davam edəcək. Yəni gündəliyimiz isə $2.22 sentdir. Dünən $2.50 sent möhkəmləndən sonra $1.60 sent deyək ki, aşağı doğru istiqamətlə davam etdirdi. Bugün crude oil'da alışlar 64-80'lər, satışlar isə 64-30'lardır. Future spotlarda 65-60'lar alışlar üçün fikirləşməyə dəyər, 65'lər isə satışlar üçün. Bitcoin'ə gəldikdə isə təbii ki, Bitcoin korreksiya verir və yuxarıdakı hədəflər 107.000, 110.000, 111.000, 112.000, yəni demək olar ki, qapıda da heç də uzaqda deyil. Hətta qabaqda 130'lar, 150'lər, 200'lər, 250'lər və nələr, hələ ki bura qədər. Türkiyə isə təbii ki zəifləyir. Keçək biz Nasdaq, S&P Dow Jones-a, bunlar da korreksiyalardan sonra yenidən yuxarı doğru istiqamətə davam etdirlər. Belə əzizlərim, görüşmək ümidi ilə sağ olun.